Hər kəsə salam. Deməli bu gün sizlərə əvəzlik dərsinin digər bölməsini izah eləyəcəm. Əvvəla bu gün qeyri-müəyyən əvəzliklər, yəni indefinite pronouns öyrənəcəyik. Qeyri-müəyyən əvəzliklərdən sam və eni haqqında məlumatlar alacaqsınız. Əvvəlcə samı izah edəcəm. Deməli sam bizim dilimizə 3 cür tərcümə olunur. 1. Bir neçə kimi, bir qədər kimi, bəzi mənasında. Bir neçə kimi tərcümə eləyirəmsə, özündən sonra mütləq sayıla bilən cəmsim işlətməliyəm. Rulers kimi. Görürsünüz ki, ruler sözü sayılır və cəmlənibdir, rulers olubdur. Some rulers. Bir neçə xəkkeş. Bir qədər kimi tərcümə edilirsə, bu zaman özündən sonra mütləq sayıla bilməyən təkdə olan isim gəlməlidir. Məsəl üçün, some milk yazmışam. Milk süd deməkdir. Sayıla bilmir və də təkdədir. Bəzi mənasında isə inkar cümlələrdə işlənir. Bunu birazdan izah edəcəm. Deməli, birincisi, samdan sonra necə isim gəlir? Bu çox önəmlidir. Samdan sonra 1. Sayıla bilən cəmsim gəlir. 2. Sayılmayan tək isim gəlir. Yəni, bu nə deməkdir? Demək ki, samdan sonra sayılan tək isim yazmaq mümkün deyil, qəti olaraq. Məsəl üçün, some students yazmışam, bu düzgündür. Niyə? Çünki student sözü sayılır və cəmlənibdir. Amma əgər mən some student yazsam, bu səhv olacaq. Çünki student sözü sayıla bilən sözdür. Samdan sonra mütləq sayıla bilən cəmsim gəlməlidir. Sayılmayan tək isim gəlməlidir. İngilis dilində some əvəzliyi 98% hallarda təsdiq cümləyə yazılır. Gördünüz ki, cümlənin sonunda sual işarəsi yoxdur. Yəni, sual cümləsi deyil. Gördünüz ki, cümlədə no, not, never və s. inkarlıq bildirən söz yoxdur. Həmin cümləyə some yazırıq. Demək ki, bu cümlə təbii ki, təsdiq cümləsi olur. Yəni, təsdiq cümlələrə 98% hallarda some yazmaq lazımdır. Bəs nə vaxt inkarda işlədirik, nə vaxt sualda işlənirik? Deməli, əgər biz samı bizim dilimizə bəzi kimi tərcümə ediriksə, bu zaman some inkar cümlələrdə də işlənə bilər. Məsəl üçün, bu cümləyə diqqətlə baxsaq, yazılıb ki, some people don't like pizza. Burada don't işlənibdir. Don't inkarlıq bildirir, amma həmin cümləyə some yazmışam. Çünki burada bəzi kimi tərcümə olunur. Bəzi insanlar pizza xoşlamırlar. İkincisi, əgər some təklif və ya istək bildirirsə, cümləmiz təklif və ya istək bildirirsə, bu zaman some yazmaq lazımdır. Yəni, təklif və istək bildirən sual cümlələrinə some yazırıq. Əgər cümləni tam tərcümə edə bilmirsinizsə, bu zaman nə edəcəksiniz? Əgər bir cümlə can you və ya could you, do you like və ya would you like ilə başlayıbsa, bu zaman bu deməkdir ki, həmin cümlə təklif və ya istək bildirir. Və həmin cümlə sual cümləsi olsa belə, o cümləyə mütləq some yazmaq lazımdır. Biz öyrənmişik ki, eni sual cümlələrində işlənir. Tutalım ki, belə bir cümlə düşüb. Would you like to drink coffee? Burada coffee-dən əvvəl boşluq olsa eni coffee deməyəcəyik. Cümlədə would you like olduğuna görə mütləq some yazmaq lazımdır. Bu qeydə xüsusi fikir vermək lazımdır. Deməli, somedan sonra qəti olaraq heç bir artikel yazmaq olmaz. Somedan sonra en gəlməz, d artikeli gəlməz. Məsəl üçün, some the boys demək olmaz. Bir də ingilis dilində some of var. Bilirik ki, somedan sonra of işlənir. Some ilə some of-un fərqi ondadır ki, somedan sonra d artikeli qəti olaraq yazmırıq, işlətmirik. Amma some of-dan sonra d artikeli işlətmək olar, lazımdır hətta. Fərqləndirək. Deyirəm some boys, d işlətmirəm, işlətsəm səhv olacaq. Amma some of the boys are lazy. Some ilə some of-un tərcümə fərqi də var. Biz dedik ki, some bir neçə kimi bizim dilimizə tərcümə olunur. Some boys bir neçə oğlan. Məsəl üçün deyirəm, there are some boys in the garden. Həyətdə, bağçada bir neçə oğlan var. Bir də deyirəm, some of the boys. Some of deyəndə bir neçəsi, bir qədəri kimi tərcümə olunacaq. Məsələn, some of the boys are lazy. Oğlanlardan bir neçəsi tənbəldir. Some of the milk is fresh.
Südün bir qədəri təzədir. Samdan sonra mütləq isim işlənməlidir. Amma ingilis dilində belə bir qayda var. İsmin adını birinci dəfə çəkiriksə, ikinci dəfə samdan sonra ismi yazmamaq da olar. Məsələn, she has got a lot of bags. Onun çoxlu çantaları var. Burada ismimiz nə oldu? Bags, yəni çantalar. Bura some bags are red də yazmaq olar. Some are red də yazmaq olar. Bir neçəsi qırmızıdır. Yəni söhbət çantalardan gedir. Yəni çantaların bir neçəsi qırmızıdır. İsmin adını birinci dəfə deyiriksə, ikinci dəfə həmin ismin adını çəkməsək də olar. Bir də ingilis dilində samın əmələ gətirdiyi mürəkkəb əvəzliklər vardı. Bunlara samın törəmələri də deyilir. Samın törəmələri hansılardır? Somebody, kimsə, someone, kimsə, something, nəsə, somewhere, harasa. Deməli, bu törəmələrin hamısının ortaq tərəfi odur ki, bu törəmələrin heç birindən sonra qəti olaraq isim yazmaq olmaz. Gördünüz ki, testdə boşluqlar verilibdir. Boşluqdan sonra isim işlənibdir. Yaza bilmərsiniz. Törəmələrin hamısını çıxmaq lazımdır. İkincisi, bu törəmələrin heç birindən sonra ümumiyyətlə ingilis dilində törəmə əvəzliklərdən sonra of yazılmır. Bu törəmələrdən də sonra of yazmaq olmaz. Yəni mən somebody of, something of belə bir şeylər deyə bilmərəm. Üstə gəldə, əgər testdə of işlənibsə, variantlardan somebody, something-i çıxmaq lazımdır. Bəs bunlardan sonra nə işlənir? Bunlardan sonra cümlədə sifət işlənə bilir. Məsəl üçün, deyirəm ki, something interesting. Deyirəm ki, I wanna watch something interesting. Mən maraqlı nəsə izləmək istəyirəm. Bunlardan sonra else işlətmək olur. Məsəl üçün, somebody else, something else işlətmək olar. Və bunlardan sonra işlənən xəbər mütləq təkdə olmalıdır. Qeyd edim ki, tək xəbərlərin sonu s hərfi ilə bitir. Is, has, was, does, fail plus, s və yaxud da es işlənməlidir. Bir də samın törəmələri eynən sam kimidir. Bunlar da inkar cümlədə işlənə bilməz. Bayaq samın törəmələrini danışanda mən else haqqında dedim. Görək else nə deməkdir? Else bizim dilimizə başqa, daha kimi tərcümə olunacaqdır. Məsəl üçün deyirəm ki, somebody else, başqa kimsə, daha kimsə. Something else, daha nəsə, başqa nəsə. Belə tərcümə olunacaqdır. Else-dən sonra qəti olaraq isim yazmaq olmaz. Yenə tutalım ki, bir test verilibdir. Həmin testdə boşluqdan sonra isim vardı. Variantdan else mütləq çıxmaq lazımdır. Çünki else-dən sonra qəti olaraq isim gəlməz. Bəs else harda işlənəcək? 1. Else işlənəcək törəmələrin hamısından sonra, yəni samın törəmələrindən, eninin törəmələrindən, no'nun törəmələrindən hamısından sonra else işlətmək lazımdır. İşlədə bilərik daha doğrusu. İşlətməsək də olar, amma əgər testdə vardısa işlədə bilərik. Somebody else düzgündür. Bir də işlənəcək else sual əvəzliklərindən sonra. Məsələn, who else, başqa kim? What else, başqa nə? Bu formada işlənəcəkdir. Deməli, bir də baxaq any-yə. Any işlənir bir sual cümlələrində, bir də işlənir inkar cümlələrdə. Ümumiyyətlə, any 98% hallarda ya sual cümlələrində, ya da inkar cümlələrdə işlənir. Çox sadə. Cümlənin sonunda sual var, boşluğa any-nin törəmələrini yazırıq. Cümlədə inkarlıq bildirən hardly, scarcely və s. başqa ifadələr vardısa, inkarlıq bildirən no, neither, never və s. bunlar vardısa, həmin cümləyə də mütləq any yaza bilərik. Any sualda və inkarda işlənir, amma tərcümələri fərqli olur. Əgər any sual cümlələrində işlənirsə, bizim dilimizə bir neçə, biraz kimi tərcümə olunacaqdır. Amma inkarda işlənirsə, heç bir kimi tərcümə olunacaqdır. Məsəl üçün, deyirəm ki, I don't read any books. Mən heç bir kitab oxumuram. Bu zaman heç bir kimi tərcümə olunacaqdır. Bəs any-dən sonra necə isim gəlir? Any-nin samdan bir dənə də fərqi odur ki, any-dən sonra istənilən isim gəlir. Yəni mən any-dən sonra sayılan cəm isim işlədərəm, sayılan tək isim də işlədərəm, sayılmayan tək isim də işlədərəm. Yadınızdadırsa, bayaq dedim ki, samdan sonra sayılan tək isim yazmaq olmaz. Yəni mən some book deyə bilmərəm. Some books deməliyəm. Əgər isim sayılırsa, mütləq onu cəmləməliyəm. Amma any-də bu problem yoxdur. Any-dən sonra istənilən ismi yaza bilərik.
Any dedik ki 98% hallarda işlənir sual cümlələrində və inkar cümlələrində. Bəs təsdiqdə nə vaxt işlənəcəkdir? Əgər any bizim dilimizə hər hansı bir istənilən kimi tərcümə olunursa, bu zaman deməli işlənəcəkdir təsdiq cümlələrdə. Məsəl üçün deyirəm ki, give me any clue. Mənə istənilən bir yol ver, bir yol göstər. Bir də əgər bir cümlə təsdiqdirsə, həmin cümlədə if və without. If əgər deməkdir, without da siz, sus, süz kimi tərcümə olunacaqdır. Bunlar işlənibsə də həmin cümləyə mütləq nə yazmaq lazımdır? Any yazmaq lazımdır. Bir də bayaq sama aid elədiyimiz qayda təbii ki, any üçün də keçərlidir. Any'dən sonra mütləq dedik ki, ismin adını çəkirik. Amma ismin adını bir dəfə demişiksə, ikinci dəfə any'dən sonra isim yazmasaq da olar. Yaxşı, bu formada işlənəcək. Bir də any'nin də törəmələri vardır, yəni any'dən əmələ gələn mürəkkəb əvəzliklər. Bunlar anyone, anybody, anything, anywhere'dir. Any'nin törəmələri də həm sual cümlələrində işlənə bilir, həm də ki, inkar cümlələrdə işlənir. Əgər anyone və anybody sual cümləsində işlənirsə, bizim dilimizə kimsə kimi tərcümə olunacaq. Əgər inkarda işlənsə, heç kim kimi tərcümə olunacaq. Anything əgər sual cümləsində işlənirsə, nəsə kimi tərcümə olunacaq. Amma anything əgər inkar cümlədə işlənirsə, heç nə kimi tərcümə olunmalıdır. Anywhere sözü əgər sual cümlələrində işlənirsə, harayasa mənasında işlənir. Əgər inkar cümləsində işlədiriksə, heç yerə mənasında işlənəcəkdir. Yenə törəmələrə aid olan ümumi qaydalar vardır. Əvvəlcə onu deyim ki, any'nin törəmələri də özü kimidir. Yəni, any harda işlənirdi? Sualda və inkar cümlələrdə. Eləcə də any'nin törəmələri də sual cümlələrinə və inkar cümlələrinə yazılmalıdır. Qeyd edim ki, yenə törəmələrdən sonra nə olar, nə olmaz. Birincisi, törəmələrdən sonra isim olmaz. Gördük ki, boşluqdan sonra isim yazıbdır. Törəmələrin hamısını çıxırıq. Törəmələrdən sonra of olmaz. Anything of deyə bir şey yoxdur. Anybody of deyə bir şey yoxdur. Gördük ki, of işlənibdir. Törəmələrin hamısını çıxmaq lazımdır. Bəs törəmələrdən sonra nə işlədə bilərik? Törəmələrdən sonra sifət işlənər, else işlənər və xəbərimiz isə təkdə olar. Deməli, bir də bunların yiyəlik hal forması var. Yadınızdadırsa dedik ki, törəmələrin özlərindən sonra isim gəlmir. Yəni, mən somebody car deyə bilmərəm. Çünki somebody'dən sonra isim işlədə bilmərəm. Car maşın deməkdir, isimdir, somebody'dən sonra işlənmir. Amma əgər mən bunların yiyəlik hal formasını görürəmsə, yiyəlik hal formalarından sonra mütləq isim işlənməlidir. Məsəl üçün, somebody's car, kiminsə maşını, anybody's bag, kiminsə çantası. Bir də some'dan və any'dən sonra other, eləcə də some'dan və any'dən sonra more işlənər. Məsəl üçün, deyirəm, some other pencils. Bu formada işlədə bilirəm. Və yaxud da ki, some more coffee. Deməli, burada other və more-un işlənməyində biraz fərq var. Bu nədir? Məsəl üçün, kimsə sizə qələm veribdir, deyirsiniz ki, give me some other pencils, mənə başqalarını ver. Yəni, bunu istəmirəm, başqasını ver. Amma, məsəl üçün, coffee veribdir, deyirsən ki, give me some more coffee, mənə biraz daha artıq kofe ver. Yəni, more olanda daha artığını istəyirsən, other olanda başqasını istəmiş olursan. Onu istəmirsən, başqasını istəyirsən. Bir də var qarşılıq əvəzlikləri. Nədir qarşılıq əvəzlikləri? Reciprocal pronouns. Əvvəla onu deyim ki, qarşılıq əvəzlikləri şəxslər arasında olan qarşılıqlı münasibəti göstərir. Məsəl üçün, deyirəm ki, Helen and Tom respect each other. Helen və Tom bir-birinə hörmət edir. İngilis dilində cəmi 2 dənə qarşılıq əvəzliyi var. Bunlar hansılardır? Bunlardan biri each other, digəri isə one another'dır. Each other və one another. Baxaq tərcümələrinə və işlənmə yerlərinə. Əvvəla iki adıra baxaq. İki adır bizim dilimizə bir-birini kimi tərcümə olunur. Bayaq dediyim cümlədəki kimi. Məsəl üçün deyirəm ki, Helen and Tom
respect iki adır bir-birinə dinir, hörmət eləyir. Bir də deyirəm one another. One another isə cəmlik bildirir. Bir-birlərini. Məsəl üçün deyirəm ki, students respect one another. Şagirdlər bir-birlərinə hörmət eləyir. İndi baxaq görək each other və one another'ın fərqi nədir? Each other bayaq cümləyə fikir verdinizsə, iki şəxs arasında olan qarşılıqlı münasibəti göstərir. Yəni each other-da 2-dən artıq şəxs ola bilməz. Cəmi 2 şəxs var. Helen and Tom kimi. One another-da isə 3 və daha artıq şəxsdən söhbət gedir. Students kimi, şagirdlər kimi. İndi biz nə biləcəyik ki, cümləyə each other yazaq, yoxsa one another yazaq? Bunu bilməyin bəzi üsulları var. Cümləyə baxacağıq. Əgər bir cümlədə twins sözü işlənibsə, həmin cümləyə mütləq each other yazmaq lazımdır. Çünki twins əkizlər deməkdir və 2 nəfəri göstərir. Yəni, əgər cümlədə both işlənibsə, bu zamanda həmin cümləyə each other yazmaq lazımdır. Both nə deməkdir? Hər ikisi də. Demək ki, 2 nəfərdən söhbət gedir və 2 nəfəri də each other-la göstərmək lazımdır. Əgər cümlədə 2 insanın adı Nuray and Aylin kimi bu formada işlənibsə, həmin də cümləyə də 2 adır yazmaq lazımdır. Eləcə də əgər cümlədə 2 şəxs verilibsə, yenə həmin cümləyə 2 adır yazmaq lazımdır. Məsələn, you and he 2 şəxsdir, 2 adır yazırıq. I and she 2 şəxsdir, yazırıq 2 adır. Bir də, əgər cümlədə they, we, students, teachers kimi sözlər vardısa, həmin cümləyə həm 2 adır yazmaq mümkündür, həm də one another yazmaq mümkündür. Niyə? Çünki they onlar deməkdir. Onlar deyəndə 2 nəfər də nəzərdə tuta bilərəm, çox adamı da. Students şagirdlər deməkdir. Şagirdlər 2 nəfər də nəzərdə tuta bilərəm, çox şagirdi də. Bu zaman variantlardan baxacaqsınız. 2 adırdır, yoxsa one another'dır, fərqi yoxdur. Hansı işlənibsə, onu götürürsünüz. Yox, əgər variantlarda hər ikisi var. Məsəl üçün, yazıb ki, 2 adır, A-da yazıb, B-də də yazıb one another. Bu zaman nə edirik? Bu zaman cümlənin ümumi kontekstinə baxmaq lazımdır ki, burada bizə 100% ki, başqa bir ipucu verilibdir. Məsəl üçün, ola bilər ki, they yazıbdır, həmin cümləyə both yazıbdır. Bu zaman təbii ki, 2 adır yazmaq lazımdır. Yadda saxlayaq ki, 2 adır və ya one another cəmlənmir. 2 others deyə bir şey yoxdur, one anothers deyə bir şey yoxdur. Bunların sadəcə olaraq yiyəlik hal formaları var, apostrof s-lə düzəlir. Bunu da fərqləndirmək lazımdır ki, əgər bunlar tək 2 adır, tək one another-dırsa, bunlardan sonra isim işlənə bilməz. Məsələn, 2 adır book deyə bilmərəm, one another car deyə bilmərəm. Amma əgər bunlar yiyəlik haldadırsa, yəni özlərindən sonra apostrof s gəlibsə, bu zaman 2 adır və one another-dan sonra mütləq isim gəlməlidir. Bu isimdə təbii ki, bu apostrof s-ə görə işlənir. One another's bags, bir-birlərinin çantaları kimi. Yaxşı. Bir də qaldı inkar əvəzlikləri. İngilis dilində inkar əvəzliklərinə negative pronouns deyirlər. İngilis dilində 3 dənə inkar əvəzliyi öyrənəcəyik. Neither, none, no və onun törəmələri. Başlayaq no inkar əvəzliyi ilə. No bizim dilimizə heç və heç bir kimi tərcümə olunacaq. Məsələn, deyirəm ki, I have no books, mənim heç kitabım yoxdur. I have no friends, mənim heç dostum yoxdur. Bu formada işlənəcək. No-dan sonra necə isim gəlir? No-dan sonra istənilən ismi yaza bilərik. Sayılan tək isim, sayılmayan tək isim, sayılan cəm isim. Hamısını yazmaq mümkündür. Bəs no-dan sonra nə yazmırıq? No-dan sonra qəti olaraq eyni yazmaq olmaz. Məsələn, mən deyirəm ki, no books. Aha, bu düzgündür. No books düzgündür. Amma mən no any books deyə bilməyəcəm. Belə bir şey mümkün deyil. No ilə ismin arasına heç nə girə bilməz. No-dan sonra yenə another yazmaq olmaz. Məsəl üçün, deyə bilərəm ki, no way. Bir də deyirəm ki, no deyəmirəm daha doğrusu. Another way. No ilə yenə dediyim kimi ismin arasına heç bir söz girə bilməz.
Yenə no'dan sonra and artiklı işlənə bilmir, no'dan sonra of işlənə bilmir, no'dan sonra quantifiers'ların heç biri işlənə bilmir. Yəni quantifiers'lar hansılardır? Many, much, few, a few, a little bunlar heç vaxt işlənə bilmir. Uzun sözün qısası no ilə ismin arasına söz girmir. Sadəcə olaraq 2 dənəsi istisnadır. 2 dənə təyin edicimiz. Bunlardan biri adır, digəri isə more'dur. Yeganə adır və more'dur ki, no'dan sonra işlənə bilir. Yəni no ilə isminin arasına yalnızca adır və more girə bilir. Məsəl üçün deyə bilərəm no remedies, bu da düzgündür. No other remedies və ya no books, no more books bu formada işlədə bilərəm. No-nun da özünün törəmələri vardı. Bunlar hansılardır? No one, heç kim. Nobody, heç kim. Nothing, heç nə. Nowhere, heç yer. Yenə bunlardan sonra qəti olaraq of işlədə bilmərik. No one, of deyə bir şey yoxdur. Of işlənibsə bunları çıxmaq lazımdır. Bunlardan sonra isim işlənə bilməz. Gördük ki, boşluqdan sonra isim gəlibdir. Törəmələrin hamısını ümumiyyətlə çıxmaq lazımdır. Bunlardan sonra sadəcə olaraq else işlənə bilir və sifət işlənə bilir. Məsəl üçün deyirəm no one else, başqa heç kim, daha heç kim. Nothing interesting, maraqlı heç nə. Və bunlardan sonra işlənən xəbər mütləq təkdə olmalıdır. Yəni is, has, was, does feil üstə gəlinsin, ses işlənməlidir. Bir də qaldı neither. Neither inkar əvəzliyi bizim dilimizə heç bir kimi tərcümə olunur. Deyirəm ki, I have read neither book. Mən heç bir kitab oxumamışam. Və yaxud da ki, she doesn't have neither friend. Onun heç bir dostu yoxdur. Belə. Neither'dan sonra necə isim gəlir? Yadımızda saxlayaq ki, neither'dan sonra yalnızca sayıla bilən tək isim işlənə bilir. Yəni bu nə deməkdir? Neither'dan sonra sayılmayan isim yaza bilmərəm. Neither'dan sonra sayılan cəm isim də yaza bilmərəm. Yəni mən neither books deyə bilmərəm. Cəm isim gəlməz. Eləcə də neither'dan sonra sayılmayan isim yaza bilmərəm. Məsəl üçün neither advice demək olmaz. Çünki advice məsləhət sayılmır və neither'dan sonra sayıla bilməyən isim gəlmir. Bəs neither'dan sonra nə gəlir? Neither'dan sonra of işlənə bilir. Məsəl üçün neither of deyirəm. Yadınızda saxlayın ki, neither'ın özündən sonra yalnızca necə isim gəldi? Sayılan tək isim gəldi. Məsəl üçün book kimi. Amma neither ofdan sonra mütləq nə gəlməlidir? Cəm isim, amma təkdə olan xəbər. Bir də deyirəm, neither'ın özündən sonra tək isim gəlir, sayılan tək isim. Amma neither ofdan sonra nə gəlməlidir? Sayılan cəm isim gəlməlidir, amma xəbərimiz mütləq təkdə olmalıdır. Neither of the movies, əslində burada deyə olmalıdır. Neither of the movies is interesting. Filmlərdən heç biri maraqlı deyil. Qaldı nan inkar əvəzliyi. Nan da bizim dilimizə heç biri, heç kim, heç nə kimi tərcümə olunur. Yadınızda saxlayaq ki, nandan sonra ümumiyyətlə nə gəlməz? İsim gəlməz. Heç bir isim işlənmir. Bəs nan of necə? Nandan sonra of işlənir və nan ofdan sonra mütləq yenə cəm isim, amma təkdə olan xəbər gəlir. Bu nəyə bənzədir? Neither of-a bənzədir. Neither of-dan da sonra cəm isim gəlir, təkdə olan xəbər gəlir. Nan of-dan da sonra cəm isim, təkdə olan xəbər gəlir. Yaxşı, indi baxaq nümunələrə. Deyirəm ki, neither of the books is informative. Bir də deyirəm none of the books is informative. Bu nə deməkdir? Deyirəm kitablardan heç biri məlumat verici deyil, məlumatlandırıcı deyil. Yenə kitablardan heç biri məlumatlandırıcı deyil. Bəs neither-la norun heç mi fərqi yoxdur? Əlbəttə var. Neither 2 dənəsindən, 2 əşyadan heç biri nəzərdə tutur. Amma nan 2-dən çox 3 və daha artıq əşyadan heç birini nəzərdə tutur. Yəni mən neither of olanda, neither of the books is informative deyəndə başa düşürəm ki, burada cəmi 2 kitab var. Amma none of the books deyəndə anlayıram ki, burada 3 və daha artıq kitab var.
Bilirik ki, no və not bir-birinə həm bənzəyir, həm də fərqlidir. Bənzəyir ona görə ki, hər ikisi cümləyə inkarlıq verir, negativlik verir. Amma fərqləri vardır. Nədir bu fərq? No-dan sonra birbaşa ismin özü gəlir. Bayaq dediyim kimi, no ilə ismin arasına heç nə girmir. İstisna nə idi? More və other idi ki, no ilə ismin arasına yalnızca ya other girə bilir, ya da ki, more girə bilir. Amma no-dan sonra başqa heç bir təyin edici işlənmir. Notda isə bu fərqlidir. Notla ismin arasında mütləq bir təyin edici olmalıdır. Məsəl üçün, mən not resource desəm olmaz. Deməliyəm not any resource və ya not any resources. Hər ikisi düzgün olacaq. Çünki n-dən sonra həm sayılan cəm isim gəlir, həm də sayıla bilməyən tək isim gəlir, həm də sayılan tək isim gəlir. Yaxşı. Bir də nələr cümləni inkar eləyir? Bu çox önəmlidir. Cümləni inkar eləyən bir bugün öyrəndiyimiz inkar əvəzlikləri idi. Hansılar? No, none, neither və no-yun törəmələri. No one, nothing və s. Never cümləni inkar eləyir. Yəni never nə deməkdir? Heç vaxt deməkdir. Bu da inkarlıq bildirir. Hardly, scarcely sözləri isə yenə cümləni inkarlaşdırır. Hardly çətinliklə, hardly bərabərdir no-ya. Yəni hardly olan cümləyə, eləcə də scarcely olan cümləyə təkrar başqa bir inkarlıq yazmaq olmaz. Və bir də not cümləni inkar eləyir. Və öyrənək at all və either-ın işlənməyini. At all bizim dilimizə heç kimi tərcümə olunur. Məsəl üçün deyirəm ki, she doesn't read at all. O heç oxumur. Either isə yenə həmçinin kimi tərcümə olunur. Bu ikisinin də ortaq tərəfi odur ki, hər ikisi inkar cümlənin sonunda işlənir. Yaxşımı? İndi baxaq. Bunlar olan cümlə mütləq necə olmalıdır? Mütləq inkarda olmalıdır. Məsəl üçün, birinci nümunəyə baxsaq, Helen knows boşluqlar at all. Burada at all işlənibdir. Bilirəm ki, at all olan cümlə necə olmalıdır? İnkarda olmalıdır. Baxıram ki, Helen inkarlıq bildirmir, knows inkarlıq bildirmir. Burada inkar yoxdur ki, bəs nə edəcəm? Variantda inkarlıq bildirən sözü yazacağam. Məsəl üçün yazacağam nothing. Helen knows nothing at all. Deyirəm ki, Helen heç nə bilmir də. Belə. Yenə either üçün də eyni qayda keçərlidir. Either olan cümlə mütləq inkarda olmalıdır. Bu həmçinin mənasında olan either-dan söhbət gedir. Əgər either cümlənin sonunda işlənibsə, demək ki, həmçinin mənasındadır və cümləni inkarda tələb eləyir. Bu cümləni də inkarlaşdırmaq lazım idi. Məsəl üçün deyirəm ki, punished no one. No one. Teacher punished no one either. Yaxşı, indi baxaq. İnkar cümləyə bunları yazmaq olmaz. Gördün ki, əgər cümlə inkardadır, həmin cümləyə some və some-ın törəmələrini yazmırıq. Çünki some və some-ın törəmələrinin yerinə, bunların əvəzinə inkar cümləyə any və any-nin törəmələri yazılmalıdır. Eləcə də gördünüz ki, cümlə inkardadır. İnkar cümləyə qəti olaraq to, also və so kimi zərflər yazılmaz. Deməli, məsəl üçün, to harda işlənir? Təsdiq cümlədə sonda işlənir. Also təsdiq cümlənin ortasında işlənir. Yəni, bunlar təsdiq cümlələrdə işlənir. Yenə, əgər cümləmiz inkardırsa, həmin inkar cümləyə qəti olaraq both, and, both of, bunların heç birini işlədə bilmərik. Əgər bir cümlədə, məsəl üçün, sizə bir test verilibdir, şərtini oxuyursunuz, deyir ki, choose the correct sentence with negative pronoun və yaxud da negative, choose the correct negative sentence. Bu zaman, məsəl üçün deyir ki, düzgün inkar cümləni seç. Bu zaman baxırsınız cümlələrə. Həmin cümlədə not ola bilər. Amma cümlədə həm not vardı, həm both vardı. Həmin cümlə düzgün sayılmaz. Both əvəzliyi qəti olaraq inkar cümləyə yazılmaz. Dördüncü maddəmiz nədir? Deyir ki, üstəgəl başqa inkarlıq. Yəni, əgər bir cümlənin özü inkardadırsa, məsəl üçün, hardly var, never var və yaxud da notun formalarını aren't, isn't, bu formada inkar bir cümləmizdir. Həmin cümləyə təkrar başqa bir inkarlıq yazmaq olmaz. 2 qat inkarlıq işlətmərik. Yenə, still sözünü də inkar cümləyə yazmaq olmaz. Eləcə də quantifierslardan a lot of, few və little-ı
inkar cümləyə yazmırıq. A lot of-u inkar cümlədə quantifierslardan many və ya much əvəz eləməlidir. Few-nu, little-ı nə əvəz eləməlidir? Bunları heç nə əvəz eləməməlidir əslində. Çünki few və little bərabərdir no-ya. Yəni yox dərəcəsində azı nəzərdə tutduğuna görə bunlarda da elə bil ki, tərkiblərində, mənalarında inkarlı olduğuna görə cümləyə bir də əlavə inkarlıq yazmırıq.